Adətən şəkillər vasitəsilə sözlər daha yaxşı yadda qalır. Ona görə də şəkillərdən istifadə edək. Birinci söz chore. Chore nə deməkdir? Gündəlik ev işi. Elə iş ki, bu iş adətən darıxdırıcı olur, təkrarlanan olur. Məsələn, doing the dishes is my daily chore. Yəni, qab yumaq mənim gündəlik ev işimdir. Ümumiyyətlə, chore sözü adətən cleaning, cooking, washing kimi ev işləri üçün istifadə olunur. Yəni, təmizləmə, bişirmə, yuma. İkinci söz disposable. Disposable nə deməkdir? Yəni, cəmi bircə dəfə istifadə olunan. İstifadədən sonra atılan. Məsələn, I use disposable cups at parties. Yəni, mən şənliklərdə bir dəfəlik fincanlardan istifadə edirəm. Üçüncü söz iki cür tələffüz oluna bilər. Amerika variantı schedule, Britaniya variantı schedule. Hər iki formada eşidə bilərsiniz. Baxır bu sözü kim deyir? Amerikalı yoxsa Britaniyalı? Mənası plan, cədvəl, vaxt qrafiki. Məsələn, my schedule is very busy today və ya my schedule is very busy today. Yəni, mənim cədvəlim bugün çox məşğuldur, doludur.